Bir insanı anlamaq nə deməkdir? Bəzən deyirik ki, mən səni anlayıram, mən səni başa düşürəm. Və ya qarşımızdakı bizə deyə bilər ki, sən məni anlamırsan, heç sən məni başa düşmürsən. Bəs əslində nə deməkdir birini anlamaq? Əvvəlcə baxaq ki, bu nə demək deyil. Əgər sən qarşındakını dinləmirsənsə və ya dinləyirsən, onun danışıb bitirməsini gözləyirsən, bitirən kimi o dəqiqə nəsə cavab verirsən, bir rəy verirsən, ona bir məsləhət, ağıl, nəsihət edirsən, bu kimi şeylər edirsənsə, bu onu anlamadığını göstərir. Hələ işin digər maraqlı tərəfi budur ki, sən səni anlayıram deyirsənsə, bir çox halda anlamadığını göstərmiş ola bilər. Həqiqətdə anlamaq heç bir rəy vermədən, tənqid etmədən, onu aşağılamadan, nəsihət etmədən sadəcə sakitcə dinləməkdir. Bu, onun hiss etdiyi duyğuları, o anda yaşadığı duyğuları görməyimiz üçün bizə vacibdir. Onun nə hiss etdiyini görə bilmək, onu anlamağın əsas əlamətidir. Bundan sonra artıq o duyğuları ona əks etdirmək. Məsələn, görürəm özünü əsəbi hiss edirsən. Hal-hazırda məyus görünürsən kimi göstərməklə o adamı anladığımızı göstərə bilərik və bu anda maraqlıdır ki, o adam özünü daha yaxşı hiss etməyə başlayır.